Son zamanlar ovuc içi, ayaq altı və ağız ətrafı səpkilərlə uşaqlar yaxınlaşırlar. Bu xəstəlik əl, ayaq, ağız xəstəliyi adlanır. Daha doğrusu Coxsackie virusu. Coxsackie virusu nədir? Necə yayılır və bunun ağırlaşması olarmı və yaxud da ki, müalicəsi nədir? Bugün gəlin o haqda danışaq. Coxsackie adından göründüyü kimi virusdur, ən çox A tipi yayılmışdır. Yoluxma feka-oral tənəffüs və virus daşıyan əşyalara, səthlərə təmas etdikdə baş verir. Əlamətlər qızdırma, ovuc içi, ayaq altı səpkilər, ağız nahiyəsində səpkilərin olması, udma aktının ağrılı olması, miokardit və perikardit, aseptik meningit, döş qəfəsində qəfil kəskin ağrılar, yeni doğulmuşlarda neonatal sepsis kimi ağırlaşmalar verə bilər. Kliniki əlamətlər əsasında diaqnoz qoyulur, lakin təsdiq edici testlər istənildikdə qanın, boğaz yaxmasının PCR, nəcisdə virusun aşkarlanması, seroloji, meningit şübhəsi olduqda isə likver müayinəsi aparılır. Müalicəsinə gəldikdə spesifik antiviral müalicəsi yoxdur, yalnız dəstəkləyici müalicə aparılır. Məsələn, hərarət yüksək olarsa parasetamol içilir, bol maye qəbulu, əgər ağız yaraları varsa və narahat edirsə antiseptik məhlullardan istifadə olunur, lakin ağırlaşma hallarında mütləq şəkildə stasionar müalicə aparılmalıdır. Coxsackie virusuna qarşı peyvənd olmadığı üçün ümumi qaydalara əməl etməliyik. Əllərin tez-tez yuyulması, uşaq kollektivində gigiyena qaydalarına riayət olunması, yoluxmuş şəxslərdən uzaq durmaq.